Salam uşaqlar, hər vaxtınız xeyir. Bizə yenə yorumlar hissəsindən səhifə 73-dəki 4-cü tapşırığı yazmağımızı istənilmişdi. İndi isə gəlin tapşırığımızı yazılışına keçək. Yenə həmişəki kimi misalı yazacaq, sonra çalışacaq ki, geniş izahını verərək həll edək. Deməli, nömrə 4, səhifə 73. Tənliyimiz bu şəkildə verilib. Bilmirəm, harda qalmışam, danışırammış, demə çəkmirmiş. Yenə də təzədən başlayaq. Tənliyimiz bu şəkildədir. Belə misallarda adətən qarşıq ədədi verilirsə, ən asan yolu düzgün olmayan kəsrə çevirməkdir. Düzgün olmayan kəsrə çevirəndən sonra onun üzərində bütün əməlləri yerinə yetirmək şəxsən mənə görə daha rahatdır. Nəinki bu şəkildə yazmaq. 5,6-da 5-i düzgün olmayan kəsrə çevirdiyimiz zaman 6-nı 5-ə vururuq. 30, 30-un üstünə 5 gəlirik. 35, həmin 35-i sürətdə yazırıq. Çıxılsın x bərabərdir. 3 birim 3, 3-ün də üstünə 1 gəldiyimiz zaman 4 vurulsun. 8 olduğu kimi qalır. 8-i 1-ə vuranda 8, üstünə də 1 gələndə eləyəcək 9. 6-da 35 çıxılsın x olduğu kimi qalacaq. Birinci biz buranı həll eləməliyik. Bilirik ki, 9-da 3-də hər tərəf 3-ə ixtisar olunur. 9-u 3-ə böləndə 3 eləyəcək. 4 ilə 8 də hər tərəf 4-ə ixtisar olunur. 4-ü 4-ə böləndə 1, 8-i 4-ə böləndə 2 eləyəcək. Yəni, burada qalacaq 3 bölünsün 2. Azalan, çıxılan fərq. Azalanı biz necə tapırıq? Daha doğrusu azalan, çıxılan fərq. Çıxılanı necə tapırıq? Çıxılanı tapmaqdan ötürü azalandan fərqi çıxmalıyıq bu şəkildə. 6 ilə 2-nin ortaq bölünəni nədir? Elə 6-nın özüdür. Yəni 6-da 6-ya bölünür, 6-da 2-yə bölünür. Bu şəkildə yazanda 6-nı 6-ya böləndə 1 edir. Həmin o aldığımız 1-i sürətin üzərindən yazırıq. 6-nı 2-yə böləndə 3 edir. Həmin o 3-ü də bu şəkildə buradan yazırıq. 35-i 1-ə vurduğumuz zaman 35 edir. 3-ü 3-ə vurduğumuz zaman 9 edir. 6 olduğu kimi qalacaq. 35-dən 9-u çıxdığımız zaman 26 edir. Baxırıq ki, 6 ilə 26 hər tərəf deməli 2-yə ixtisar olunur. 2-yə böldüyümüz zaman burada 3 edəcək. 2-yə böldüyümüz zaman burada 13 edəcək. Yazaram ki, 13 bölünsün 3. Baxıram ki, düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir qarşıq ədədə biz nə tər çevirirdik? Gəlin burada yazaq. Sürəti məxrəcə bölməklə 13-ü 3-ə böləndə 13-ün içərisində 3 nə qədərdir? Biz bilirik ki, 4 dənədir. 4-ü 3-ə vuranda 12 eləyir. 3-dən də 2 çıxanda 1 qalır. Həmin bu natamam qismət tam hissəyə yazılır. Məxrəc olduğu kimi qalır. Bu qalıq hissə də sürətə yazılır. Oldu 4,3-də 1. Məsələn, mən desəm ki, yenə qarşıq kəsiri düzgün olmayan, qarşıq ədədi daha doğrusu, düzgün olmayan kəsrə çevirin. O zaman 3 olduğu kimi qalır. 3-ü 4-ə vuracaq 12, 12-nin üstünə 1 gələcək 13. 3-də 13 elədi mi? Əlbəttə ki, elədi. Yəni, x bərabərdir 4,3-də 1-ə. Bu şəkildə cavabımız alındı. İkinci misalımız. Yazır ki, 4,5-də 1 vurulsun 1,7-də 1 üstə gələ y bərabərdir 8,4-də 3. Yenə eyni qayda ilə bizə rahat yolunu tapaq. Yəni, qarşıq ədədə düzgün olmayan kəsrə çevirək. 5 4-üm 20 eləyir, üstünə 1 gələndə 21 vurulsun 7 birim 7 üstünə 1 gələndə 8 üstə gələ y bərabərdir 4-ü 8-ə vuranda 32 32-nin üstünə 3 gələndə eləyəcək 35. Burada baxırıq ki, nələr ixtisar gedə bilər. Bunlar hər tərəfi 7-yə ixtisar olunur. 7-ni 7-yə böləndə 1, 21-i 7-yə böləndə 3 eləyəcək. Başqa burada ixtisar olunacaq heç nə yoxdur. O zaman sürəti sürətə vurub sürətdə yazacağım. Məxrəci məxrəcə vurub məxrəcdə yazacağım. 3-ü 8-ə vurduğumuz zaman 24, 5-i də 1-ə vurduğumuz zaman 5 edəcək. Üstə gələk y bərabərdir 4-də 35. Toplanan cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyıq. 4 ilə 5-in ortaq bölünən 20-dir. 20-ni 4-ə böldüyümüz zaman 5 edir. 20-ni 5-ə böldüyümüz zaman 4 edir. 35-i 5-ə vuranda 175, 24-ü 4-ə vuranda 96. 20 olduğu kimi qalacaq. 175-dən 96 çıxdığımız zaman 79 edəcək. Yenə eyni qayda ilə görürük ki, burada düzgün olmayan kəsirdir. Qarşıq ədədə çevirmək üçün sürəti məxrəcimizə böləcək. O da edəcək 3,20-də 19.
9. Bu şekilde. Yani buradan aldıq ki, y bərabərdir 3 tam 20-də 19-a. Sonra üçüncü. A üstəgələ 4 tam 3-də 1 bərabərdir 6 tam 3-də 2 vurulsun 1 tam 5-də 4-ə. Misalımız bu şəkildədir. A üstəgələk 3-ü 4-ə vuranda 12, 12-nin üstünə 1 gələndə 13 bərabərdir 6 3 18, 2 gələndə 20, 5 birim 5, 1 də yadda 9. İxtisar olunur hər tərəf 3-ə. Bura edir 3. İxtisar olunur hər tərəf 5-ə. Bura edir 4. Qalır A üstəgələk 13 bölünsün 3 bərabərdir 4-ü 3-ə vuranda 12. Yenə toplanan cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyıq. Baxırıq ki, 12-nin yəni məxrəcində sanki heç nə yoxdur. Biz həmişə demişik ki, bunu sanki bir xəyali bir kimi nəzərdən saxlayın. Yəni 1 ilə 3-ün ortaq bölünəni onsuz da ilə 3-dür. 3-ü 1-ə böldüyümüz zaman 3 edəcək. Həmin 3-ü buradan yazırıq. 3-ü 3-ə böldüyümüz zaman da 1 edəcək. 12-ni biz 12-ni 3-ə vurduğumuz zaman 36, 13-ü 1-ə vurduğumuz zaman 13 edəcək. 36-dan 13-ü çıxdığımız zaman 23. Bunu da 3-ə bölürük. 7 tam 3-də 2 edir. Yəni A bərabərdir 7 tam 3-də 2 alınır. Növbəti dördüncü. M çıxılsın 2 tam 4-də 1. Vurulsun 1 tam 9-da 1 bərabərdir 1 tam 6-da 1-ə. M çıxılsın 4 2 M 8 1 də yadda 9 vurulsun 9 birim 9 1 də yadda 10 bərabərdir 6 birim 6 1 də yadda 7. Yazırıq M çıxılsın. 10-dan 4 hər tərəf 2 ixtisar olunur. 4 2-yə böləndə 2, 10 2-yə böləndə 5, 9-un 9 ixtisar gedir. 5 bölünsün 2 bərabərdir 7 bölünsün 6 qalır. Azalan çıxılan fərq. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyik. 6 ilə 2-nin ortaq bölünəni 6-dır. 6-nı 6-ya böləndə 1, 6-nı 2-yə böləndə 3 edəcək. 7 birim 7, üstünə gələcək 15. Edəcək 22 bölünsün 6. Düzgün olmayan kəsri qarışıq ədədə çevirəndə bu olacaq 3 tam 6-da 4. Sonra baxırıq ki, 6 ilə 4 ixtisar oluna bilir. Hər tərəf 2 ixtisar olunur. 6-nı 2-yə böləndə 3 eləyəcək. 4-ü 2-yə böləndə 2 edəcək. Yəni misalımızın cavabı 3 tam 3-də 2 edəcək. Yəni M bərabərdir 3 tam 3-də 2-yə. Bu şəkildə alınacaq. Növbəti 5-ci misal. N çıxılsın 5 tam 6-da 1 bərabərdir 4 tam 3-də 2 vurulsun 1 tam 7-də 2. N çıxılsın 6 5'im 30 31 bərabərdir 4 3'üm 12 12'nin üstünə 2 gəldiyimiz zaman bu edəcək 14 vurulsun 7 birim 7 2 də yadda 9. N çıxılsın 31 bölünsün 6 bərabərdir. 14 ilə 7 hər tərəf 7-yə gedəcək. Burada 2 qalacaq. Burada da hər tərəf 3-ə gedəcək. Burada 3 qalacaq. 3-ü də 2-yə vuranda 6 eləyəcək. Azalanı tapmaq üçün çıxılanın üzərinə fərqi əlavə, daha doğrusu fərqin üzərinə çıxılanı əlavə etməliyik. Eyni qayda ilə 6-nı 1-ə böldüyümüz zaman 6 edəcək. Burada yazacaq. 6-nı 6-ya böldüyümüz zaman 1 edəcək. 6 6 36 üstə gələk 31. 36'nın üstüne 31 gələndə 67 edəcək. Bu da edəcək 11 tam 6'da 1. N bərabərdir 11 tam 6'da 1'ə. Və sonuncusu 6-cı misal x üstə gələ 1 tam 7'də 3 vurulsun 1 tam 5'də 1 bərabərdir 4 tam 3'də 2. X üstə gələk 7 birim 7 üstünə 3 gələndə 10 vurulsun 5 birim 5 üstünə 1 gələndə 6 bərabərdir 4 3'üm 12 üstünə 2 gələndə 14. X üstə gələk 10 ilə 5 2'yə yəni 5'i 5'ə böləndə 1 10'u 5'ə böləndə 2 7 ilə 6 heç nəyə ixtisar getmədən 6'nı 2'yə vuranda 12 7 olduğu kimi qalacaq olacaq 3'də 14. Buradan da məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı
çıxmalıyıq bu şəkildə. Yəni 7 ilə 3-ün ortaq bölünəni 21-dir. 21-i 3-ə böləndə 7 edəcək, 21-i 7-yə böləndə 3 edəcək. 14-ü 7-yə vurduğumuz zaman 98, 12-ni 3-ə vurduğumuz zaman 36. 98-dən 36 çıxanda 62 bölünsün 21-ə, bu da 2 tam 21-də 20 edər. Yəni x bərabərdir 2 tam 21-də 20 alınır. Və tapşırığımız da burada yekunlaşır.